İmam Mehdi, Dərdli Həqiqət. Yazan Məhəmməd Kazım Qəzvini. Tərcümə edən Dilman Şahmərdanlı. Səsləndirən Vüsal Xalqoğlu. Səs rejissoru Anar Muradov. Dizayn və montaj Emin Yəhya. Mətn Safina Company studiyasında hazırlanmışdı. Uzun zamandan bəri ürəyimdə daşıdığım və gecə-gündüz qəlbimi sıxan, mənə rahatlıq verməyən dərdli bir həqiqətin üstündən pərdəni kənara çəkib, bu ağır qəmi həmfikir dostlarım və dindaşlarımla bölüşmək istəyirəm. Zənnimcə onlar dərdimi danışarkən, müşahidə elədikləri birbaşa söylənilən ifadələrə görə məni bağışlayacaq və üzrümü qəbul edəcəklər. İndiyə kimi Əhl-i-Beyt məzhəbindən olan bir çox alim, yazıcı və mütəfəkkirlər çox mühüm əhəmiyyət daşıyan, tali yüklü, əqidəvi və Qur'anla sıx bağlı bir həqiqət olan İmam Mehdi ilə əlaqəli vəzifələrinin öhdəsindən layiqincə gələ bilməmiş, geniş, əhatəli və o həzrətin uca məqamına yaraşan şəkildə kitablar yazmamışlar. Fikrimi təsdiq edən budur ki, indiyə kimi alimlərimizin o həzrətlə bağlı ərsəyə gətirdikləri kitabları müşahidə eləyərkən, görürsən ki, bunlar heç onların digər kitablarının 1% belə təşkil etmir. Bilirsiniz bu nə deməkdir? Bunu mən yalnız vəzifənin yerinə yetirilməsində və həqiqətin digərlərinə çatdırılmasında səhlənkarlıq kimi qiymətləndirirəm. Hər həftə bazarlara çıxarılan müxtəlif sahələrə aid yazılmış kitablara nəzər salın. Görəcəksiniz ki, o həzrətlə və onunla əlaqədar həssas məsələlərlə bağlı yazılmış kitablar o biri kitablarla müqayisədə heç nədir. İnanmırsınızsa yoxlayın. Görəcəksiniz ki, 100 il ərzində o cənabla bağlı yazılmış kitabların sayı heç 100-ə çatmır. Bu azlığı müxtəlif mövzulara dair yazılmış və hər gün artmaqda olan kitablarla müqayisə eləsəydiniz, pis olmazdı. Onda görərdiniz ki, biz Qur'an və əqidəmizlə sıx bağlı olan bu məsuliyyətin öhdəsindən gəlməkdə necə səhlənkarlıq eləmişik. Özü də bu təqsirkarlıq o cənabın, onun ideal hədəfləri haqqında mühüm kitablar yazmağın o biri imamlar haqqında yazmaqdan daha önəmli olduğu bir halda baş verir. Çünki insanlar əqidə ixtilaflarına baxmayaraq, heç olmasa bu fikirdə vəhdətdədirlər ki, o biri imamlarımızın Əmir əl-Möminindən tutmuş Həzrət Mehdinin atasına kimi hər biri dünyaya gəlmiş, bir ömür cəmaat içində yaşamış, insanları haqqa çağırmış və nəhayət dünyadan köçmüşlər. Bunu hamı qəbul edir. Az-çox məlumatı olanlar bilirlər ki, Həzrət Əli adlı bir şəxsiyyət olub və atasının adı da Əbu Talibdir. İmam Əli çox ədalətli, şücaətli, səxavətli və şəfqətli bir insan olub. Fikir ayrılığı sadəcə bundadır ki, bir qrup onu Həzrət Peyğəmbərin birinci haqq canişini kimi qəbul etmiş, o biri qrup isə dördüncü. Amma dünyada İmam Əlinin tarixi şəxsiyyətini inkar eləyən, onun real bir şəxs olduğunu deyil, bir əfsanə olduğunu zənn eləyən bir şəxs yoxdur. O biri imamlar barəsində də elə onun kimi fikirlər yekdildir. Amma İmam Mehdinin həssas, tali yüklü məsələsi haqda və onun ilahi məsləhət və xüsusi şəraitə görə üzərinə kölgə düşən həyatı digər imamlardan fərqlənir. Buna görə də hətta bəzi adını müsəlman qoyanlar belə onu xurafat adlandırır və bəzən də o cənabın möhkəm dəlillərlə sübuta yetmiş tarixi şəxsiyyətini inkar edirlər. Onlar mənası sözlərini hədis, təfsir kitablarında olan mötəbər hədislərlə qarşı-qarşıya qoyur, onun hələ dünyaya gəlmədiyini söyləyirlər. Gah da bəhanələr gətirirlər ki, o neçə yüz illərdir necə yaşayır? Nə üçün qeybə çəkilib? Nə zaman zühur edəcək? Həzrətin mübarək şəxsiyyəti ilə bağlı belə şək-şübhələr, tərəddüd toxumu sətmək belələrinin dilindən əskilmir. Tutaq ki, son əsrdə o həzrətlə bağlı yazılmış kitabların sayı 100-ü keçib. Elə isə onların tirajı necə? Sizi qane edir? Çox təəssüf ki, çap olunan kitabların hər birinin tirajı neçə min nüsxəni keçmir. Bu hesabla, belə kiçik bir rəqəm İslam cəmiyyətində yaranan bir belə boşluğu necə doldura bilər?
Bu kitablar belə dəyərli dini və əqidəvi kitablara şiddətli ehtiyac duyan müsəlmanlara mı çatsın, yoxsa şək-şübhə və irad yayanlara mı cavab versin? Bu dərdli həqiqətlə yanaşı, insanın ürəyini sıxan daha bir dərd budur ki, Allahın əmri ilə imamət məqamına mənsub olan saysız hesabsız xums gəliri bir qrup var dövlət əhlinin əlində cəmlənmişdir. Görəsən bir belə məbləğin həqiqi sahibi, əzəmətli məqama malik olan şəxs layiq deyilmi ki, ildə ən azı bir kitabı dolğun əhatə ilə və ən nəfis şəkildə onun malından istifadə edərək əsas dünya dillərinə tərcümə elətdirib, yüksək tirajla çap eləyəydilər və bununla da İslam dininin ardıcılları Allahın o böyük hüccətini tanıyaydı və o cənabın ardıcılları imamları ilə bağlı daha ətraflı məlumata sahib olaydılar. Görəsən o həzrət layiq deyilmi ki, İslam alimləri cəmaatın qəlbini ona sarı yönəldə və ümmətlə haqq imam arasında isti dostluq münasibətləri yaradaydılar. Statistik rəqəmlər göstərir ki, ərəblərin sayı 150 milyondan, ümumi müsəlmanların sayı isə 1 milyarddan çoxdur. Bu rəqəmlərin həqiqəti bunu göstərir ki, hər müsəlman ərəbin 1/4 milyonuna İmam Mehdi ilə bağlı hətta bir kitab belə yetişmir. Hələ qalsın başqa müsəlmanlara. Kaş heç olmasa bu kitablar tədqiqat və mütaliə əhlinə qismət olaydı. Bu heç olmasa məlumatların yayılmasına səbəb olardı. Amma dərd budur ki, bu azsaylı kitablar belə onlara ehtiyacı olmayan kitab hərislərinin şəxsi həbsxanalarında məhbus həyatı yaşamaqdadır. Bu azsaylı statistik rəqəmləri yadda saxlayın və sonra dünyada gündəlik, həftəlik və aylıq çıxan, özü də tirajları ağılları heyrətdə qoyan 10 min və 10 milyon tirajlarla nəşr edilən saysız hesabsız qəzet və jurnallar haqqında düşünün. Sətirlərin müəllifinin özü bir sıra İslam ölkələrində nəşr edilən elə həftəlik jurnallar tanıyır ki, onların tirajı 300 min nüsxəni keçir. Life jurnalı hər həftə 8 milyon, Əl-Muxtar ayda 36 milyon. Tokyoda nəşr olunan 3 qəzetin hər biri gündə 12 milyon tirajla çap olunur. Bəli, onlar belə yazır, belə nəşr edirlər. Halbuki həmin qəzet və jurnalların dəyəri həmin günlə məhdudlaşır. Səhəri gün və hər keçən gün öz dəyərini itirir. Onlara şey-şüy bükür, nəhayət zibilliyə atırlar. Amma kitab belə deyil. Hər bir kitab özünə görə xüsusi bir elmi, dini dəyərə malikdir və hər keçən gün öz dəyərini daha da artırır. Söz çoxdur. Bu məsələləri eşitmək məsuliyyətimizi daha da ağırlaşdırır. Arzu eləyirik ki, Allah Taala savadlı, dərin imanlı və qeyrətli müsəlmanlara İmam Mehdinin təbliğatı işində müvəffəqiyyət versin. Bəlkə onlar bu elmi geriliyi, fikri və dini süslüyü aradan götürə bilsinlər.